Narahat olma bacıoğlu. Qohum həkim var. Səni ora çatdıracağım. 15 dəqiqəlik oldu. Amma sürə-sürə davamını da danış da. Danış deyirsən danışım da. O qadın həddini aşdı. Cənab Nelson, əslində pis insanlar deyirlər. Salam de. Salam deyir. Qələt eləyir. O da sənə deyir. Salam göndərən sağ olsun. Mən salam zad demədim axı. Allahın salamıdır cənab Nelson. Salam vermək müstəhəb, almaq isə vacibdir. Görürəm bu ağcabədi deyilən yer sənin parametrlərini pozub. Onlara de ki, NASA'nı ələ salmaq onlara ağır başa gələcək. Cənab Nelson, cənab Nelson. Salamatçılıqdır. Ha. Yox, NASA var səndə NASA. Cənab Nelson gözlədiyim kimi reaksiya vermədi. Biraz məyus oldum. Həyat adamı birdən gözləmədiyi yerdən vurur. Medsestra qucağında 2 uşaqla gəlib. Təbriklər, əkiz oğullarınız oldu deyəndə mən də məyus olmuşdum. Cənab Nelson çox təhlükəlidir, siz onu tanımırsınız. Ay, inan Allaha, biz az-çox NASA'nı tanıyırıq. Amma siz ağcabədini heç tanımırsınız. Bu missiya NASA'nın imicini, şərəfini xilas missiyasıdır. Ağcabədi deyilən o yerə gedin. Və o ikisini mənə gətirin. Biz Ağcabədini dünyanın cazibə mərkəzinə, Azərbaycanın yeni paytaxtına çevirəcəyik. Yeni formulaya görə yolu bağladılar cümləsini artıq Bakıda yox, Ağcabəddə işləyəcəyik. Eyüp Yaqubov Ağcabədi mövzulu mahnıların çörəyini yiyəcək. Bəhram Bağruzədə Ağcabədili olmayanların Ağcabədiyə axın eləyib buradakı etik normaları taftalamasından şikayətlənəcək. Rəsmi İrəvana cavab. Rəsmi Ağcabədidən gələcək. Vaxtımı dondururam. Dəyərli həmvətənlərim, həm də vətənimizin qonaqları. Qardaşımdır deyə demirəm, qardaşımdır deyə də bilmirəm. Bu adam görüb görə biləcəyiniz, dönüb döyə biləcəyiniz fırıldaqçının öndə gedənidir. Bu adam özünü müdafiə eləmək üçün tutduğu vəkili şərləyib, öz yerinə həbs elətdirə bilmiş bir adamdır. Piramida sisteminə qoşulub, özündən altdakılarla kifayətlənməyib, piramidanın ən başındakı adama belə küllü miqdarda zərər vurmuş bir adamdır. Bu nə seçkisidir? Ağcabədi rayon mədəniyyət evinin bufetində bişən doğanın çürüməsinə qarşı qazana nəzarət komitəsinin sədrliyi seçkisidir. İnsan sevəcəyi insanı seçənmir. Yaxşı ki seçənmir. Yoxsa bizim nəslimiz tükənəcəkdi. Sən də sevməsəydin, kim baxardı bizim uşaqlara? Yox, o mənada demirəm. İnsan sevəcəyi insanı seçənmir. Mən də seçənmirdim, Cəbrayıl ya Rafail. Elə biz də seçənməmişdik. O vaxt ataları ilə ayrılanda bütün mallar bölünməli idi. Bu iki malı bölənmədi. Ataları ikisini də qoyub aradan çıxdı. Xala, bəs sizcə hansı? Mən uşaqlarım arasında heç vaxt fərq qoymamışam. Nəinki uşaqlarım, heyvanlarım arasında belə. Hətta uşaqlarımla heyvanlarım arasında da fərq qoymamışam. Yəni heyvanlarınızı da uşaqlarınız kimi sevmisiniz? Yox, uşaqlarımı da heyvanlarım kimi sevmişəm. Sən də mənim kimi heyvan sevərsən, ona görə uşaqlarımı sevmisən. Zəlzələ? Bu nədir? Axı mən demişdim, Ağcabədini dünyanın diqqət mərkəzinə çevirəcəm. Hərə öz evinə, dostlar! Hərə öz evinə girsin! Gəldilər! Onlar gəldilər! Tez evə gedib gizlənək. Dur! Hər iki şəxs görüş dairəmizdədir, cənab Nelson. Əmrinizi gözləyirik. İkisini də bura gətirin.
Tapşırıq yerinə yetirildi cənab Nelson. Aferin asker. Gelin sizi gözləyirəm. Ata! Ata! Ma! Ay ma! Uşaqlar, sizdə hər şey qaydasındadır? Atam hanı? Buradayım. Bəs anam? Onları aparıblar. Necə yəni aparıblar? Qaçırıblar da. Ceylanı bildim. Anamı niye kaçırsınlar? Əksinə, anamı bildimi? Ceyranı niyə qaçırıblar? İndi neyəcəyik? Ailemizin arvatlarını kaçırmak ne demekti? Onlara göstereceğiz. NASA Ağcabədli yumruğunun tadına bakacak. Dərindən tikiş atdım ha. Hər iki mənada dərindən. Zəlim xan, hekayənin sonrasında nə oldu? Neler olmadı ki? Mən də yol üstü düşürdün. Davamında mən danışım. Ben de biraz dincələrəm. Deməli, bunlar yola düşdülər Amerikaya.